Salam əziz abituriyentlər. Bugünkü videomuzda sizlərə verbal hissədə məntiq bölməsində 4-4 sual dediyimiz suallar var. Bunları izah edəcəm, necə həll edə bilərik. Deməli, 4-4 sualları nədir? Bizə 4 insan verir, 4 xüsusiyyət verir, 4 rəng verir və yaxud 4 əşya verir. Bu əşyalara uyğun hər hansı rənglər, xüsusiyyətlər verir. Bu şəkildə bunlara 4-4 sualı deyirik. Bu sualları iki cür həll edirik. Bir, kvadrat çəkərək, kvadratın ətrafını düzürük və bu şəkildə həll edirik. İki, cədvəl çəkərək, cədvələ düzürük və həll edirik. Bunları necə ayırt edirik? Yəni, hansını cədvəllə, hansını kvadratla yaza bilərik? Bunları necə ayırt edirik? Əgər sual içərisində bu 4 insanın və yaxud bu 4 əşyanın bir dairə ətrafında, bir çevrə ətrafında olduğunu, məsəl, bir masa ətrafında olduğunu və yaxud bir ağacın ətrafında olduğunu və yaxud məsələn bir otağın divarlarında olduğunu deyirsə, indi otağın divarları kvadrat alınır, amma ortasına bir dairə çəksək, yenə bir dairə ətrafında olduqlarına görə bu tip sualları kvadrat çəkərək həll edirik. Bunu bir sonraki videoda izah edəcəm. Bu videomuzda əgər bir dairə ətrafında və yaxud bir masa ətrafında olmadığını olduğunu demirsə, o zaman bunu cədvəllə çəkməliyik. Bu dərsimizdə cədvəllə necə izah edə bilərik, onu izah edəcəm. Burada, məsələ, sual içərisində bir masa ətrafında və yaxud hər hansı nəyinsə çevrəsində olduğunu demir bizə. Yəni, bir düzülüş istəyirsə, ardıcıllıq istəyirsə, o zaman bunu kvadratla yaza bilmirik. Kvadratda çünki ardıcıllıq düzülüş olunur. Buna görə də bu tip suallarda əgər bir çevrə tərəfində olduğunu göstərmirsə sual içərisində, bu tip sualları cədvəllə yazırıq. Cədvəllə necə yazırıq? Bunu izah edək. Bunu izah etmək üçün sizlərə 2020-ci ilin imtahan suallarından verbal hissənin məntiq bölməsindən birinci sualı göstərəcəm. Bu sual üzərində cədvəllə necə yaza bilərik, necə izah edə bilərik, bunu izah edəcəm. Keçək sualımıza. Deməli, sualı oxuyuram. Kinofestivalda müxtəlif janrlarda komediya, dedektiv, macəra, animasiya, fikir verin 4 janrı var. 4-4 sualıdır. Filmləri nümayiş olunur. Bununla birlikdə kinofestival 4 gün, yəni cümə axşamı, cümə, şənbə və bazar günləri davam edir və hər janr bir gün həsr olunur. Festivalın proqramını tərtib edərkən təşkilatçılar sonraki şərtlərə əməl etməlidirlər. İlk öncə cədvəlimizi düzəldək, daha sonra şərtə görə cədvəlimizi dolduraq. Deməli, belə bir cədvəl çəkək. 4 dənə olduğuna görə 4 sütunlu və 4 sətirli cədvəl çəkək. Yəni, bu şərtlərə görə cədvəldəki sütunları və sətirləri dəyişə bilərsiniz. Yəni, bu tip suallarda bəzən 4-4 yox, məsələn 5, 6, 7 də ola bilir. Bu şərtə görə sütun və satır saylarını dəyişdirə bilərsiniz. Məsələn, 4 dənə sütun, 4 dənə də satır çəkməliyik. Çəkək, məsələn, bu şəkildə başlayaq. Cümə axşamından bazara qədər yazaq. Şənbə və bazar. Evet, 4 dənə də sütun düzəldirəm. Çünki 4 dənə janrımız var. Bu şəkildə 4 dənə sütunumuzu da düzəldirik. Belə. İndi burada janrlara yazacağım yuxarıdan. Burada günlərdir, cümə axşamından bazar gününə qədər. İndi şərtlərə keçirəm. Birinci şərt. Komediya filmləri cümə axşamı ya da cümə günü göstərilməlidir. Yazaq. Məsələn, bura komediya filmlərini yazaq. Deməli, cümə axşamı ya da cümə günü ola bilər komediya filmləri. İşarətləyik. Cümə axşamı və cümə günü. Dedektiv filmləri cümə ya da şənbə günü ola bilər. Yazaq. Dedektiv filmləri cümə ya da şənbə. Cümə və şənbə ola bilər. Macəra filmləri şənbə və bazar ola bilər. Deməli, şənbə və bazar ola bilər. Animasiya filmləri cümə axşamı və bazar günü ola bilər. Burada animasiya yazaq. Cümə axşamı və bazar günü ola bilər. Bu qədər cədvəlimiz hazırdır. Deməli, cümə axşamı komediya, animasiya ola bilər. Cümə günü komediya, dedektiv ola bilər. Şənbə günü
detektiv, macera ola bilər. Bazar günü isə macera, animasiya ola bilər. Sualda nə istəyir? Aşağıda sadalananlardan hansı paylanma 4 şərtə cavab verir? Yəni variantlarda hansı uyğundursa onu tapmalıyıq. Baxaq variantlara. Məsələn, A variantı. Cümə axşamı animasiya. Baxarıq, cümə axşamı animasiyamız var. Cümə günü komediya var. Şənbə macera var. Buraya qədər doğrudur. Bazar detektiv baxırıq ki, yoxdur. O zaman A variantı səhvdir. B variantına baxırıq. Cümə axşamı animasiyamız var. Cümə komediyamız var. Şənbə animasiyamız bir dəqiqə səhv dedim. Şənbə detektivdir. Şənbə detektiv var. Burada C variantını oxudum mən. B variantında şənbə detektivdir, var. Və bazar günü macera. Bazar günü isə macera var. O zaman cavabımız olur B variantı. Tez-tez diğer variantlarda keçin. C variantı. Cümə axşamı komediyamız var. Cümə detektivimiz var. Şənbə animasiyamız yoxdur. Ona görə C variantı da səhvdir. Ç variantı. Cümə axşamı komediyamız var. Cümə animasiyamız yoxdur. Ona görə səhvdir. D variantına baxaq. Cümə axşamı komediyamız var. Cümə maceramız yoxdur. Ona görə D variantı da səhvdir. Bu qədər. Cavabımız olur B variantı. Dediyim kimi bu 4'te 4 suallarında, hətta mesela bu cədvəl sxemini 4'ten çox olduğu zamanda və yaxud mesela 3, 4, 5, 6 daha çox sayı olduğu zamanda cədvəldən istifadə edə bilərsiniz. Amma mesela bu 4'te 4 dediğimiz suallarda şərtdə nətərdir? Əgər mesela 4'te 4 suallarında dediyim kimi bir dairə tərəfində, bir çevrə tərəfində olduğunu göstərən bir işarə varsa sual içərisində, bunu kvadratla çəkə bilərik. Çünki orada qarşılıqlı müqayisə istəyir demək ki bizdən. Məsələn, kiminsə qarşısında kimsə əyləşib və yaxud hansı əşya hansısa qarşısında hansı əşya var. Cədvəldə qarşılıqlı müqayisə edə bilmir. Yəni kiminsə qarşısında kimsə əyləşib deyə bilmirik. Ona görə bir dairə tərəfində olduğunu göstərirsə bunu kvadratla yazın. Yox, bir dairə tərəfində olduğunu göstərmirsə, yəni bizə ardıcıllıq, düzülüş və yaxud hər hansı bir dairə tərəfində olduğunu göstərməyən məlumat yəni burada görmürüksə, hər hansı göstərən məlumat görmürüksə, o zaman cədvəldən istifadə edirik, düzülük və cavabımız çıxır. Bu qədər. Dediyim kimi bir sonraki videoda bu sualların, 4'te 4 suallarının kvadratla necə yazarıq, yəni bir dairə tərəfində olduğu zaman necə yaza bilərik bunu kvadratla, bir sonraki videoda onu izah edəcəm. Bir sonraki videoda görüşərik.